ki karusellərin fırlanma sürəti və hündürlüyü böyüklər üçün nəzərdə tutulub. Burada eylənən uşaqlar üçün belə bir təcrübə həm qorxulu, həm də fiziki nəticələrə səbəb ola bilər. Bulvar ərazisində olan valideynlərə mikrofon uzatdıq. Soruşduq ki, uşaqlarınıza sizi belə qorxuda bilən attraksiyonun qorxu və həyəcanını necə rəva bilirsiniz? Cavablar müxtəlif oldu. Mindiririk, ancaq hamısına yox. Burada elə təhlükəlilər var ki, adam qorxur. Belə gördüyümüz şeylər onlara mindiririk. Təhlükəli olsa təbii ki, mindirməyəcəyik. Özümüz ilk sınaqdan keçirdəcəyik, daha sonra olar. Amma əgər ki, uyğun olmasa, üst tutacağıq uşaqlar üçün olan yerə. Yox, şəxsən mindirmərəm, təhlükəlidir və bayaqdan özü də istəmirəm mindirmək. Yəni, öz yaşına uyğun minsə daha gözəl olar. Heç özüm belə razı deyiləm, özüm bilməyimi qorxuram. Hazırda isə uşaqlar üçün nəzərdə tutulmuş karusellərin qarşısındayıq. Kadrlarımızdan da göründüyü kimi uşaqlar üçün nəzərdə tutulan karusellər demək olar ki, boş qalıb. Yeni açıldığı zaman müştərilərimiz daha çox idi, uşaqlarımız daha çox idi. Hal-hazırda burada müştərilər daha az gəlir. Çünki yeni açılan attraksiyonlara axın daha çoxdur orada.